Hər kəsə salam dəyərli izləyicilər. Bugün verilişimizin qonağı qab-yuma travması olan Emin bəydir. Emin, hər şey necə başladı? Salam Günay xanım. Necə deyim bilmirəm, hardan başlayım bilmirəm. Gözəl bir gün idi. Qabları yuyurdum, hər şey qaydasındaydı. İlk qabı yudum, ikincini yudum və sıra gəldi son qaba. Son qabı yudum, düşündüm ki artıq hər şey bitdi, içimə bir rahatlıq gəldi və birdən arxama döndüm. O an mən o çirkli, yağlı, mənim həyatımı sonlandıran o çirkli tavanı gördüm. Danışmaqla çox çətinlik çəkir. O an hər zaman ağlıma gəldi. Bəs sağala bildinizmi? Bəli Günay xanım. Mən ondan sonra neçə dəfə müalicələr aldım.